يا رب العالمين 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 يا رب العالمين. Salam dəyərli İntizar Radiosu izləyiciləri. Hər birinizi ayrı-ayrılıqda xoş gördük. Mübarək cümə gününün axşamında İmam Mehdi süfrəsindəyik. Süfrəniz açıq, ruziniz bol, ömrünüz uzun olsun. Muharremdir hanım Zeynep azası, Muharremdir hanım Zeynep azası, bizi sesli Hüseyin'in Kerbelası. إلهي عظم
برح الخفاء وانكشف الغطاء وانقطع الرجاء وضاقت الأرض ومنعت السماء وأنت المستعان وإليك المشتكى وعليك المعول في الشدة والرخاء. ابا صالح یا امام zaman hardan sanda bizleri yad et. Eba Salih ya imam zaman hardan sanda bizleri yad et. Begide sen temkerandasan samiradasan bizleri yad et. Begide sen temkerandasan samiradasan bizleri yad et. Necef'de sen, Kazım'ında sen, Kerbela'da sen bizleri yad et. Kenari gabri ebel fezli, kenari gabri ebel fezli, ya imam zaman bizleri yad et. Eba Salih ya Eba Salih, Eba Salih ya Eba Salih, Eba Salih ya Eba Salih, Eba Salih ya Eba Salih. Ey gelen gönlerin kim değil ayrılık derde salmaz, aşıkı sabrini elden almaz. Ey gözüm yollara bak darıkma, gün hemişe bulut altta kalmaz. Gün hemişe bulut altta kalmaz. Geldi bu tüm'ede keçti Allah, Fatime Yusuf'inden haber yok. Yandı pervaneler, şem'i söndü, ayrılıktan ürek kana döndü, ayrılıktan ürek kana döndü. Kim deyir Şam-ı zulme seher yok, Fatime Yusuf'inden haber yok. Erbeğin Kerbela'da diyeydi, ey kalem sözlerinde eser yok, ey kalem sözlerinde eser yok. Sinesi sinaya değer, kâmeti tuğaya değer. Yarımızın bir nefesini
Mesih o yoldayım. Dünya dalana direndi. Oyaq vicdanlara açıq məktub. Mehdi və İsanı dəvət. Bu, xilas yolu axtaran, hər bir vicdanı oyaq azad ruhlu insana səmavi bir müraciətdir. Şeytanın balaları insanları qorxudur. Biz onlara ümid verməliyik. Hamı hər gün 2 dəfə Allaha dua edərək İsa və Mehdini köməyə çağırsın. Bu kiçik qardaşınızın çağırışını müxtəlif yol və vasitələrlə dünyanın bütün vicdanlı din ardıcıllarına və oyaq vicdanlara çatdırmağınız rica olunur. Gəliş hamınızın xeyrinədir. Yalnız Allahdan qorxmalıyıq. Belə olsa, Allah şeytanları bizdən qorxudacaq. Şeytanlar tərəfindən vəd olunan komfort və rahat həyat bizi aldatmasın. Bu, incə şəkildə hesablanmış idarəetmə silahı və metodudur. Rahatlat, yuxuya ver, əyləndir, başını qat. Mediaya da daim şübhə edək ki, onlar Allahın arzusuna xidmət etmir. Panikaya uymayaq və yolumuzdan qalmayaq. Səbirli dəvə kimi hürən itlərə yuxarıdan baxaq, keçib gedək. Hər səhər axşam yaxın səmada şən bir heyranlıqla içini çəkə-çəkə dəstə ilə eyni xət üzrə süzərək, birlikdə eyni nəğməni oxuyan, yerə və yemə bağlanmayan azad qaranquşlar kimi olaq. Sözümü azad ruhlu xristiyan qardaşımız Hugo Chavez'in sözü ilə bitirirəm. Quran deyir ki, onlar qaydacaqlar. İsa 12-ci imamın Mehdinin əlindən yapışacaq və onlar birlikdə gələcəklər. Onda bütün dünyaya sülh hakim olacaq. Mən İsa və Mehdiyə səslənərək deyirəm ki, tez gəlsinlər, tələssinlər, tez gəlsinlər, tez gəlsinlər, tələssinlər. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين الذين بذلوا مهجهم دون الحسين عليه السلام. Həqiqətən Hüseyn şəhadət verir ki, Allahdan başqa məbud yoxdur və Mühəmməd onun bəndəsi və rəsuludur. Mən nə öz mənafeyim üçün, nə azğınlıq və harınlıqdan, nə də ki fəsad və zülüm törətmək qəsdi ilə çıxıram. Məqsədim yalnız cəddimin ümmət arasında islahat aparmaqdır. Mən özümə cəddim Peyğəmbərin və atam Əlinin sünnəsini örnək seçmişəm. Bu Kərbəla torpağıdır. Aşiqlər səcdəgahı, ariflər qibləgahı, ol könüllər dəryahı. Bu Kərbəla torpağıdır, Hüseyn, Hüseyn ahıdır.
Yetişdi matən sədası, ləpələndi cövr cəfası, quruyan göz niskillənib, ürəyindən qan diləyib tökdü yaşı. Ürək çat-çat paralanıb, çaldı Neynəva havası. Yetişdi matəm sədası, ləpələndi cövr cəfası, quruyan göz niskillənib, ürəyindən qan diləyib tökdü yaşı. Ürək çat-çat paralanıb, çaldı Neynəva havası. Bu Kərbəla torpağıdır, Hüseyn, Hüseyn ahıdır. Bu nə tozdur, bu nə duman, lərzə duyur yer asiman, məhv olacaq sanki cahan, aman Allah, aman, aman. Bu Kərbəla torpağıdır, Hüseyn, Hüseyn ahıdır. Zaval vaxtı nəzər düşüb asimana, göydən günəş gülümsəyir, namaz özün ətirləyir, can qəfəsdə cuşa gəlir, ol vücudu silkələyir. Söylədi ey yar, döndərə bilməz məni zillətli ömür, izzətli ölümdən. Bir vüqarla, bir inamla qədəm bastı meydana, ulu adı xatırlayıb könül verdi canana. Bulud təkin kölgə salır, yalın qılınc, od alovox, dərhal canlar sıralanıb sədd çəkdilər, vahimə yox. Aşıq məşuq eşqinə gör, kimlər özün qurban edir, qolu gedən başın verir, canlar düşür yan yana. Əfsus, əfsus, əfsuslar ki, fələk möhlət verib dinsiz, gözü bağlı nadana. Bu Kərbəla torpağıdır, Hüseyn, Hüseyn ahıdır. Bilməm deyim faciədir, qara matəm təziyyədir, yoxsa dönüb tarixi alt üst eləyən mənzərədir. Bəlkə də ol zirvələri silkələyən zəlzələdir. Xatirələr xatirəsi, xatirəsiz xatirədir. Pöhrələnir, şaxələnir, unudulmur, tərtəzədir. Yaşadırkən can alırıq, yaşayırıq, onsuz həyat əski ömür, can sıxıcı bir gecədir. İzzət onun, qeyrət onun, mal dövlətsiz dövlət onun, tükənməyən sərvət onun, şücaət də, dəyanət də, kəramət də, din, iman, qiyamət də. Süzülən hər göz yaşımız ol igidin naminədir. Süzülərkən yaşlarımız ani deyil, ənənədir. Ani deyil, ənənədir. Bu Kərbəla torpağıdır, Hüseyn, Hüseyn ahıdır. السلام عليك يا حجة الله في أرضه
المهتدي به ويفرج به عن المؤمنين. السلام عليك يا ملكة الله في حبسه. السلام عليك يا عين الله في خلقه. السلام عليك يا نور الله الذي يهتدي به المهتدون ويفرج به عن المؤمنين. السلام عليك أيها المهذب الخائف. O Quranın vədi, o Quranın vədi peyğəmbərin müjdəsidir. Peyğəmbərin müjdəsidir. بسم الله الرحمن الرحيم. آمن الرسول بما أنزل إليه من ربه والمؤمنون كل آمن بالله وملائكته وكتبه ورسله لا نفرق بين أحد من رسله وقالوا سمعنا وأطعنا غفرانك ربنا وإليك المصير. السلام عليك أيها العبد الصالح المطيع لله ولرسوله ولأمير المؤمنين. Bismillahirrahmanirrahim. Axirət zaman imtahanları haqqında danışırdıq. İmam Muhammed Baqir əleyhissalamın dövründən başlayaraq Əhl-i Beyt tərəfdarlarının daxilində imtahanlar başlanır. Bir halda ki, Əhl-i Beyt məktəbi hələ lazımi səviyyədə inkişaf eləyib möhkəmlənməmişdi. Əhl-i Beyt tərəfdarlarının daxilində imtahanlar başlanır. Məlumdur ki, indiki dövrdə bu məktəbin qüdrəti artdığı bir zamanda bu imtahanlar daha da çoxalacaq. Necə ki, bir körpə uşaq böyüməkdədirsə,
mütləq onun orqanizmi müəyyən viruslarla mübarizə aparmalıdır ki, möhkəmlənsin. Bu, uşağın böyüməsi üçün çox zəruridir, vacibdir. Hətta peyvənd haqqında, vaksinasiya haqqında da deyirlər ki, deyirlər deyəndə bunun elmi izahı belədir ki, orqanizmə müəyyən bir virus daxil edilir ki, onunla mübarizə aparıb güclənsin. Bir camiyə də, bir cəmiyyət də, toplum da belədir ki, onun formalaşması üçün mütləq sınaqlar, imtahanlar olmalıdır ki, o imtahanlar vasitəsilə yetkinləşsin. İmam Zeynalabdin əleyhissalamdan sonra baxın tarixə imamətlə bağlı imtahanlar dövrü başladı. Bir dəstə dedi filan kəs imamdır, bir dəstə dedi digəri imamdır. Bu imtahanların ən ağırı İmam Kazım əleyhissalamın dövrünə təsadüf elədi. Əhl-i Beyt məktəbinin tərəfdarları bir qədər gücləniblər o dövrdə. İmam Sadiq dövründən sonra idi. İmam Musa Kazım əleyhissalamın 2 tələbəsi yolunu azır və Vaqifiyyə məzhəbinin əsası qoyulur, cərəyanının əsası qoyulur. Bunlar deyirdilər ki, Allahın qərarı dəyişdi, bəda baş verdi və imamların sayı 12 deyil, 7-dir. İmam Rızanın imamətini inkar eləməyə başladılar. Özdə bunlar nüfuzlu adamlardı, yoldan keçən adamlar deyil. İmam Musa Kazım əleyhissalamın təsdiq elədiyi adamlardı. Özü üçün nümayəndə təyin etdiyi adamlardı. Bilirsiniz, nə qədər adamı bunlar dinsiz eləyə bilərdilər, haqdan çıxarda bilərdilər, haqq yoldan azdıra bilərdilər ki, azdırdılar da. Bunlar imamın etibarını sual altına apardılar. İmamın etibarı sual altına getdi. İmam özü onu təyin eləyib, deyir, suallarınızı ona verin. Bu da deyir, imam məni təyin eləməyib. İndi imam vəfat eləyib, deyirəm, İmam Rıza imam deyil. İndi gəl baş aç bu məsələdən. 2 nəfər bunu dedi. Məsələni necə həll eləyək? Məsələ belə həll olur ki, insanlar gərək şəraiti dəyərləndirib, təhlil eləyib qiymət versinlər. Heç bir imamın, peyğəmbərin də təyin elədiyi adamın məsumluğuna dəlalət eləmir bu təyinat. Hər bir insanın azmaq ehtimalı var. Ona görə hadisələri təhlil əsasında qəbul etməliyik, insanları təhlil əsasında dəyərləndirməliyik. Heç vaxt imam deməyib ki, bu axıra qədər düz yolda olacaq. İmamlar zahirə uyğun davranmalıydı, bugünkü vəziyyətinə uyğun davranmalıydı, davranır da. Yetkin cəmiyyət o cəmiyyətdir ki, özü dəyərləndirə bilsin insanları, qiymətləndirə bilsin. Bunlar dedilər, İmam Rıza imam deyil. Bu yandan da İmam Rızanın oğlan övladı olmuş. İlahi, sən də bunların tərəfindəsən? Sual yaranar insanda. Təbii ki, yox. Amma mən insanları imtihan eləməliyəm. Görək axı kim qalacaq axıra? Görək kim qalacaq? Yaşlı vaxtında Allah İmam Cavadı İmam Rızaya bəxş edir. Yaşlı vaxtında. Cəmaat çaşqınlıqdaydı, deyirdilər ki, imam deyil. Çünki görürsünüz, övladı da yoxdur. Yaşı da keçib, imamət də davam eləməlidir. Bütün Əhl-i Beyt tərəfdarları eşitmişdi ki, imamların sayı 12-dir. Allah vaxtı uzadır ki, görək də çalxalansın, görək kim qalır. Yaşlı vaxtında İmam Cavadı bəxş eləyir İmam Rızaya. İmam Cavad dünyaya gələndən sonra təzə söz çıxardılar ki, bu imamın öz övladı deyil. Bura qədər gedirlər. Bu fitnədən, bu imtihandan bir dəhər çıxardırlar cəmaatı. 9 yaşında İmam Cavad imamlığa yetişir, imamətə çatır. İndi də deyirlər ki, bu yaşda imam olmaz. Böyüyənə qədər biz kimə müraciət eləyək? Bir mübahisə olur bir yerdə Əhl-i Beytin tərəfdarları arasında. Rəyyan ibn Səld çox sərt münasibət göstərir ki, bu nə sözlərdir siz danışırsınız? Dəlillər gətirir İmam Cavadın imamətinə. Sonra proses davam edir. İmam Əli Ən-Nəqi, yəni İmam Hadi əleyhissalamın və İmam Əskəri əleyhissalamın dönəmi belə idi ki, cəmaatın onlara ümumiyyətlə əli çatmırdı. Onlar təcrid halında yaşayırdılar.
Cəmaət onlarla ünsiyyətdə ola bilmirdi. O bir cür çətinlik. Axırıncı imam da 5 yaşında kiçik qeybətə gedir ki, onu çox adam görməmişdi ümumiyyətlə. Çox adam ondan görüşə bilməmişdi. 5 yaşında uşaq qeybə gedir, 4 dənə naib təyin edir ardıcıllıqla. 4 dənə ağsaqqal adamı, böyük adamı. Belə məlum olur ki, Allah tələsmir ki, adamlarının sayını çoxaltsın. Allah başqa məntiqlə hərəkət eləyir. Allah'a lazım deyil, hayküy çox olsun, adamlar yığılsın, çoxalsın, izdiham, hayküy, Allah'a lazım deyil. Allah'a insan lazımdır. Allah istəyir ki, adamlar çox ağıllı olsunlar, çox ağıllı. Allah'a ağıllı insanlar lazımdır, yetkin insanlar lazımdır, iti düşüncəli adamlar lazımdır. Allah adamlarının sayını çoxaltmağa tələsmir. Ağıl çox böyük meyardır dində, bunu yaddan çıxartmayın. Allah ağlı ilk olaraq yaratdı, hədislərdə var. Allahın yaratdığı ilk şey ağıldır. Peyğəmbər deyir, Allah məni ilk olaraq yaradıb və ağlı ilk olaraq. Deyirlər, bu eyni şeydir. Peyğəmbər əqli kuldür. Fəlsəfədə belə deyirlər, irfanda belə deyirlər. Küll olan ağıldır. Peyğəmbər ağlın təcəssümüdür, həqiqətidir. Allah buyurur ki, əvvəl ağlı yaratdı və ağla dedi ki, insanları sənin vasitənlə xoşbəxt ya bədbəxt edəcəm. Xoşbəxt olanlar sənin vasitənlə xoşbəxt olur, bədbəxt olanlar sənin vasitənlə. İmam Zaman qeybə gedir, birinci naibini təyin eləyir. Kiçik qeybət deyirlər də buna, cəmaatın içindəydi, amma gizlənmişdi, gizli qalırdı, yerini az adam bilirdi. Naiblər gedib xəbərlərini gətirirdilər. Birincini təyin elədi, hamı qəbul elədi. İkinci naibi təyin elədi, bir dənə alim qəbul eləmədi. Qalanları elədi. Üçüncünü təyin eləyəndə bir dənə nüfuzlu alim inkar elədi, üçüncü naibi. Cəmaat çaşdı. Yenə də sual verirəm, ilahi neynəmək istəyirsən? Cəmaat içində nüfuzu olan Şəlməqani, tarixdə onun adını eşitmişsiniz. 17 kitabı var idi, çapxananın olmadığı bir zamanda. Əhl-i Beyt marifini cəmaata çatdırırdı. Evlərdə onun kitabları idi. Əhl-i Beyti sevənlərin evində hamı onun kitablarını oxuyurdu. Kiçik qeybət zamanıdır. Üçüncü naibi qəbul eləmədi. Cəmaatın vəziyyətinə baxın, ağır deyil imtihan. İmtihanlar ağırdır. Və mən sizə xəbər verim ki, sizin üçün ondan da ağır olacaq. Sizin üçün ondan da çətin olacaq. O dövr üçün elədirsə, get-gedə bu məktəb inkişaf eləyir, öz ən qüdrətli dövrünə gəlib çatıb. Heç vaxt bizim tarixi oxuyun, bizim məzhəb, məktəb heç vaxt bu qədər qüdrətli olmayıb. Çox gücə, qüdrətə sahibdir. Təbii ki, imtihanlar da şəraitə uyğun dəyişəcək, ağırlaşacaq. Bir dənə hədis oxuyayım İmam Baqir əleyhissalamdan. Buyurur ki, İnnə hədisəkum haza lətəşməizzu minhul qulub. Buyurur ki, öz tərəfdarlarına deyir. Buyurur, sizin haqq sözləriniz, sizin hədisləriniz qəlbləri çalxalayacaq. İmtihan eləmişsiniz ki, mən sizə sual verirəm bunu. İmtihan eləmişsiniz ki, bəzi insanların yanında imamətdən danışırsan, imamın məqamından danışırsan, Allahın vəlisindən danışırsan, necə əsəbləşir? And olsun Allaha mən görmüşəm. İndi bax, diqqətlə baxsaz, adam var ki, ne edirsən elə, hansısa bir fəzilətli Allahın seçdiyi imamın sözünü danışma. O tutub yanır, alışıb yanır. Bir də gördün özündən çıxıb əsəbləşib, ay bala, nə oldu sənə, mən imamdan danışırdım. Niyə görə əsəbləşdin? Çox həssas bir imtihan nöqtəsidir bu imam. Siz bütün içlə, daxillə əlaqəli bir məsələdir. Bu dəlillə, sübut olunsaydı çoxdan olunmuşdu. Qəlblə əlaqəli məsələdir. Daxillə əlaqəli məsələdir. İmam Baqir əleyhissalam buyurur ki, vilayətdən danışmaq istəsəz, sözünüzün birazını danışın, bir qədərini danışın. Görsəz dözümü yoxdur qarşı tərəfin. Görsəz qarşıdakının dözümü yoxdur, dözmür, danışmayın.
Saxlayın. Hədisdir bu. Fəmən əqərrə bihi fəziduhu. Danışın. Gördünüz ki, təsdiq eləyir, başın yerləyir, üzünə baxırsan bilinir də. Gördünüz ki, təsdiq eləyir, buyurur ki, davam eləyin, söhbəti davam eləyin. Fəmən ənkərəhu fəzəruhu. Gördün ki, inkar eləyir, başını burax. İmam açıq-aşkar deyir. Bu vilayət məsələsi biraz dərin məsələdir. Gördün, inkar eləyir, başını burax. Dəyiş söhbəti deyilən, hava necədir? Nə var, nə yox? Neyinirsən, harada işləyirsən? Dəyiş də söhbəti dəyiş. Getmə çox dərinlə bu mövzuda. Denən, qəbul elədisə, gördün ki, qəbul eləyir, davamını get. Yox, gördün ki, inkar eləyir, söhbəti yarımçıq kəs. Ondan sonra buyurur ki, İnnehu la budde min en tekune fitnetun yeskutu fiha kulle bitanetin ve velice. Buyurur ki, elə imtihanlar gələcək sizə tərəf, elə sınaqlar gələcək ki, qulaq asın nə deyir? Buyurur ki, bütün iti düşüncəlilərin hamısı, yəni burada çoxluq mənasındadır. Bütün iti düşüncəlilər bu imtihanlardan kəsiləcək. Bitane, yəni çox iti düşüncə sahibləri və vəlicələr. Vəlicə kimə deyilir? Vəlicə nüfus sahibləri, liderlər, düşüncə liderləri. Deyir, elə imtihanlar gələcək İmam Baqir əleyhissalam buyurur ki, hamısı kəsiləcəklər, iti düşüncəlilər kəsiləcəklər imtihandan, vəlicələr, yəni düşüncə liderləri ki, onların nüfus sahibidir, sözlərinə etimad edirdiniz, hamısı azacaqlar yolunu. İmtihandan kəsiləcəklər. Mən bu cümlələri danışa-danışa iki nigarançılığım var. Çalışıram ki, bu iki şey sizdə yaranmasın. Bir istəyirəm təəccüblənməyəsiz. O həddə çatdırın özünüz ki, təəccüblənməyəsiz. Kim azırsa təəccüblənməyəsiz. Kim azırsa gözünüzün qabağında. Hazır olun buna. Təəccüblənməyin. İkincisi də budur ki, elə düşünməyin ki, mən mövzunu şişirdirəm. Mən mövzunu şişirtmirəm. Mən hədislər danışıram, mötəbər hədislər. Ümumiyyətlə, heç kəsdən şişirdilmiş söz qəbul eləməyin. Gördünüz, şişirdir denən ki, qəbul eləməyin. İmam Baqir əleyhissalam buyurur, qarşıda elə imtihanlar var ki, iti düşüncəlilər və vəlicələr lider kimi qəbul elədiyiniz, dini lider kimi qəbul elədiyiniz, yəni bu hamıya aid deyil, ha, təbii ki. Hamıya aid deyil, yaxşılar qalacaq ortada. İti düşüncəlilərin çoxsu azacaq, onu demək istəyir. Nüfus sahiblərinin çoxsu azacaq. Dedim sizə, şəlməqani süqut elədi, zarafat adam deyildi. Tarixdən danışanda asandı, filan əsrdə filan alim, məsələn, deyir, bir fəqihdir zamanında. İmamlar yanında etimadı olan adam, təsəvvür edin, özünüzü o cəmaatın yerinə qoyun. Kitab yazıb, dillərin əzbəridir, əldən ələ ötürülür kitabları. Haqqı tanıtdırır, həqiqətə xidmət eləyir. İndi inkar eləyir. İnkar eləyəndə İmam Zamandan məktub gəlmişdi, ondan qabaqçını inkar eləyəndə lənət oxumuşdu İmam Zaman əleyhissalam o inkar eləyən adamı. Lənət sözünü işlətmişdi. Axırda İmam Baqir hədisi belə tamamlayır. Buyurur ki, hətta la yəbqa illa nəhnu və şiatuna. Deyir, bu proses davam eləyəcək, ta o vaxta qədər ki, biz qalacağıq və bizim tərəfdarlarımız qalacaq. Tərəfdarlıq iddiasında olanların hamısı çıxacaq, çalxalanıb atılacaq bayıra, axırda biz qalacağıq və doğrudan da bizim tərəfdarlarımız, bizim həqiqi tərəfdarlarımız. Bu cümələrdə mənim məqsədim budur ki, sizə xəbər verim ki, qarşıda ağır imtihanlar var və Məhərrəm də bu söhbət üçün münasib fürsətdir. Məhərrəm kimi, Kərbəla hadisəsi kimi imtihanlar gəlir axirə zamanda. İndidən hazır olun ona. Hədislər buyurur ki, imanınızı möhkəmləndirin ki, kəsilməyəsiz imtihandan. Konkret nə edək biz? Nə edək? Konkret nə deyirsən, nə təklif edirsən? Yolları var, çalışıram işarə eləyim. Bir nəfər bu hədisləri eşitdi, qorxdu, yəqin siz də qorxmusunuz da indi. Ki, axırımız necə olacaq? Qorxdu, gəldi İmam Sadiq əleyhissalamın yanına. Həzrət Minada idi. Minada gəldi İmam Sadiq əleyhissalamın yanına. Dedi, bəs o vaxtı haqqı necə ayıracaq cəmaat? Necə ayıracaq möminlər haqqı nahaqdan? Pərdəni çəkdi İmam Sadiq əleyhissalam, eşitmişsiniz bunu.
Çadırın pərdəsini çəkdi. Dedi, bu nədir? Dedi, günəş. Dedi, şəkkün şübhən var, günəşdir. Dedi, yox, günəşdir. Buna şübhə yoxdur. Deyir, möminlər haqqa bax belə yəqinlər olacaq. Heç bir şübhəyə düşməyəcəklər. Hədisdə var, mömin batilə yəqin tapmaz. Nə qədər dəlil, sübut deyər, yox, ürəyim inanmır. Batil adama yəqin tapmaz. Münafiq adam da haqqa yəqin tapmaz, heç vaxt. Münafiqə nə edirsən elə, haqq sözü qəbul eləməz. Deyəcək, yaxşı, sən Allah, mən bu görə gəlirəm, mən filan danışacaq da. Nə deyirsən, deyirən qulağı eşitməyəcək. Nə dəlil gətirsən, gətir. Mənim üçün deyil o sözlər, ged onu uşaq-muşağa danış. Görmüşük bunların hamısını. Bu belə, nə edirsən elə, xeyri yoxdur. Ağlına batmır, yox, qəlbi xəstədir, valla. Ağlına batır, qəlbi xəstədir. Bu məktəbin daxilində imtihanlar baş verəcək. Bu məktəbin içində. Və bu proses başladı İmam Baqir əleyhissalamın dövründə. İmam Baqir əleyhissalamın dövründən əqidə imtihanları başladı. Günah imtihanına nə var ki? Əqidə imtihanı, yəni fikirləri imtihanı olundu. Ən ağır azğınlıq əqidə azğınlığıdır. Bu imtihan olacaq qarşıda. İmam Baqir əleyhissalamın dövründən başladı. Yəni İmam Hüseynin şəhadətindən 30 il vaxt keçib Kərbəla hadisəsindən. Bu məktəbə belə bir zərbə dəyib ki, İmam Hüseyn şəhid olub, hamını qırıblar. Hədis var ki, İmam Hüseyndən sonra 4 nəfər adam qalmışdı. 4 nəfər, bilmirəm, adlarını görməmişəm. 4 nəfər adam qalıb, əziyyətlə, əzabla İmam Səccad əleyhissalam gedirdi, qul alırdı, evində təlim verirdi, azad edirdi, say artırıb, gəlir çatır İmam Baqir əleyhissalamın dövrünə, rəqiblər çıxır meydana. Allah başlayır imtihan eləməyə. İlahi, niyə tələsirsən? Qoy hələ bunlar güclənsin. Yox, bunlar elə formalaşmaq üçün çətin sınaqlardan keçməlidirlər ki, güclənsinlər. Get-gedə çətin. İmam Rıza əleyhissalam buyurur ki, axirət zamanda Dəccaldan ağır imtihanlar bizi sevənlərin arasında olacaq və əksəriyyəti süqut eləyəcək. Əksəriyyəti yoldan çıxacaq. Kökü nədir bu imtihanların? İmtihandan kəsilməyin səbəbi nədir? Hansı xislətdir? Keçən dəfə dedim, ən pis alimlər hədisdə var, axirət zamanda gələcək, din alimləri. Yenə də deyirəm, nə bada bunu hamıya aid eləyəsə, yəni pisləri o zamanda yaşayacaq. Pis heç vaxt hamıya aid eləmək olmaz. Əksinə, insan seçməlidir pisi yaxşıdan. Amma axirət zamanda deyir, ən pisləri yaşayacaq. Bu alimlər ki, Əhl-i Beyt məktəbinə mənsubdular, İmam Zamanın qətlinə fərman verəcəklər. İmam Zamanın ölüm fətvasını bu məktəbin içində olan alimlər verəcəklər. Səbəb, birinə işarə eləmək istəyirəm bugün. Köklərindən biri həsəddir, həsəd, paxıllıq deyirik biz ona, həsəd. Həsəd ən böyük problemlərdən biridir. Bilirsiniz, həsəd təbii olaraq 3 yaşdan baş qaldırır. 3 yaşa çatanda başlayır həsəd yaranmaq uşaqda. Analar diqqətli olmalıdır tərbiyə prosesində ki, o hissi idarə eləsinlər 3 yaşda. Onun xüsusi qaydaları var. Bəziləri dayı da rəqabət mühitinə salır. Ana deyir ki, filan kəsin uşağı gördün necə idi? Dayı da xarab eləyir. Hey, onu bunu misal çəkməyin uşaqlara. Başlayır onda həsəd baş qaldırmağa. Ana gərək idarə eləsin. Sonra inkişaf eləyir ya zəifləyir. Həsədin ən pisi hansıdır? Həsədin ən pisi mənəvi həsəddir. Mənəvi mövzularda həsəddir. Bunu mən sizə 100 dəfə danışmışam. 100 dəfə, 100 dəfələr, bilmirəm artıq 100'ü keçib bəlkə. 100'ü keçib yəqin, bu mövzunu danışmışam. Quranın ilk dastanı Habillə Qabilin dastanıdır, davasıdır. Səbəb nədir bu hadisəni yaradan səbəb? Hamı deyəcək həsəd. Mən deyirəm, deməyək həsəd, deyək mənəvi həsəddir. Mənəvi həsəd. Mənəvi həsəd, indi izah eləyəcəm nədir? Bu, yaxşıların içində həmişə olur. Başlanğıc budur, ilk qan tökülür həsəd səbəbindən. İki qardaş bir-birin, yəni qardaşlardan biri o birini öldürür. Mənəvi həsəd. Axirət zamanda bütün üsyanların, İmam Zaman əleyhinə qiyamların ki bizim içimizdə olacaq, ona etirazların kökü yenə də həmin həsəddir.
Həsəd mənəvi səbəbdən yaranıb, birinin qurbanı qəbul olub, puluna malına həsəd eləməyib. Ki, filan kəsin maşını yaxşıdır. Mənəvi həsəddir bu. Bunun qurbanını qəbul ediblər, bu sizinkini eləməyiblər. Bu həsədin ən qorxulu və yaxşılar içində yayılmış növüdür, möminlər içində yayılmış növüdür. Mənəvi məqamına paxıllıq eləyir. İş gəlir çatır öldürməyə, iş gəlir çatır qardaşı öldürməyə. Yaxşı, həsəd edirsən, əsəbləş, çıx get, gör, Allah xəbər verir, deyir ki, bu diqqətli olun da, yəni bu gedir, ləəqalə ləəqtulənnəkə, səni öldürəcəm. Bu yandan da Habil bir söz deyir, başına bəla açır. Deyir, innəmə yətəqəbbəlullah minəl muttəqin. Allah təqvalılardan qəbul eləyər, bunu buna demək olar. Bilmirəm, indi bəlkə də sonra peşman olur, bilsəydə heç deməzdi. Amma peşman olsa Allah Qurana o sözü daxil eləməzdi. Ondan sonra deyir, qardaş, sən mənə neynəsən də, əl qaldırsan da mən sənə cavab verməyəcəm. İstəyir bəlkə də yumşaltsın vəziyyəti. Xəlvət bir yer tapır, öldürür, qətlə yetirir. İlk qan töküldü yer üzündə. Siz elə bilirsiniz, bu təsadüfən oldu, birdən bir əsəbləşdi. Allah da Quranda bunu danışır. Allah bir mövzu müəyyən edir. Əsas imtihanı yaradılışın başlanğıcında bir qardaşın qurbanı qəbul olub, mənəvi məqamı bu birisindən yüksəkdir, bu dözə bilmir. Dözə bilməmək o həddə çatır ki, öldürür, qanını dökür, yer üzündə ilk cinayətin səbəbi budur. Mənəvi həsəd. Demir, sənin maşının mənimkindən yaxşıdır, mən dözmürəm. O da həsəddir, o həsədin aşağı dərəcəsi. Qorxulusu, ən qorxulusu budur. Həsədin əsli budur. Yaxşılar içində, möminlər içində yayılan növüdür bu. Gərək çox yaxşı olasınız ki, bundan amanda qalasınız. Bir dənə hədis oxuyayım sizə, şərh az eləyəcəm. İnnəlləhə yuazzibu sittə bi sittə. Buyurur ki, Allah 6 adama 6 dəstəyə 6 şeylə əzab verər. 6 dəstəyə 6 şeylə. Hər bir sinifin, qrup insanın öz zəif nöqtələri var. Allah hədis bunu sadalayır. Buyurur, ərəbi təəssüblə. Ərəblərdə təəssüb keçdi, milli təəssüb keçdi, millətçilik. Ərəb təəssüblə, təəssüb səbəbindən əzaba düşər. Hamıya aid deyil təbii ki, bütün ərəblərə, amma ərəblərin əzaba düşməsinin səbəblərindən biri təəssübdür, özünü üstün bilmək başqa millətlərdən. Kəndlilər təkəbbürlə, bütün kəndlilər yox, amma kəndlilər təkəbbürlə əzaba düşər olar. Vəl-uməra bil-cavr, hakimlər, rəhbərlər zülmlə əzaba düşər olar. Hakim balaca diqqətsizlik elədi, zülm baş verir. Hakimlərin çoxu əzaba düşər zülm səbəbindən. Tacirlər xəyanətlə, tacir diqqətli olsun, gərək xəyanət eləməsin. Bədəvilər cəhalətlə, alimlər həsədlə, alimlər, ruhanilər həsədlə. Mən burada ruhani əleyhinə danışmıram, özüm də onlara aidəm. Sadəcə olaraq bunları bizə xəbər veriblər ki, din adından danışanlar diqqətli olsunlar. Zubeyri öldürdülər Əleyhisselamdan müharibədə. Zubeyrin qılıncını gətirib Həzrət Əleyhisselama verdilər. Həzrət Əleyhisselam qılınca baxdı, dedi, bu qılınc Peyğəmbərin ürəyini nə qədər sevindirib. Zubeyr döyüşə girirdi, xüsusi şücaətlə. Peyğəmbərin qəlbini neçə dəfə şad eləmişdi. Baxır, ağlayır o qılınca. Deyib, bu qılınc Peyğəmbəri neçə dəfə şad eləyib, qəlbini sevindirib. Ondan sonra deyir, Zubeyri həsəd bu günə qoydu. Həsəd bu günə qoydu. Necə oldu Zubeyr bu günə qaldı? Hamının beynində yaxın tarixdir. Hamı düşünür ki, yaxın tarixdə bu baş verdi. İndiyəcən belə təhlil eləmişik də ki, Zubeyri dünyapərəstliyi bu günə qoydu. Elə demişik də hamımız, elə eşitmişsiniz. Zubeyr o 3 xəlifəyə müxalif adam idi, bilirsiniz. 3 xəlifəyə müxalif idi, onlar da ona pul verirdilər ki, danışmasın. Zubeyr pulunu alıb danışmırdı. Əli Əleyhisselamın məsləhətinə görə susmurdu. Elə biləsən ki, Həzrət Əli deyib ki, məsləhətdir, susasan, su yox, pulunu alıb danışmırdı. Sonra Əli Əleyhisselam gəldi, xəlifə oldu, dedi ki, nahaq pul kimə verilirsə pulu kəsəcəm. Beytülmaldan 1 manat da qoymayacam, 1 dirhəm də kiməsə getsin. Əli Əleyhisselam bərabər böldü, bu da Əlinin dostuydu, deyirlər ki, bərabər böldü deyə, bu da dözmədi, getdik, qoşuldu Əlinin düşmənlərinə, ədalətinə dözmədi. Həzrət Əlinin sözünə baxın, deyirlər, hamısı bəhanədir.
Bunların hamısı bəhanədir. Əsas səbəb onun qəlbində mənə qarşı olan və uzun illər qoruyub saxladığı həsəddir. Ondan sonra qayıdır arxaya. Deyir, bir məmuriyyət üçün, bir iş üçün Peyğəmbər məni və Zubeyri göndərmişdi. Bir qadın casus idi, müşriklərə məktub aparırdı. Zubeyr getdi mənlə, getdi məktubu o qadından almağa. Qadın bunu inandırdı ki, məndə məktub zad yoxdur. Bu gəldi mənə dedi ki, yoxdur bunda məktub. Dedim, axı Peyğəmbər göndərib bizi. Peyğəmbər deyir, mümkün deyil olmasın. Getdim deyir, əleyhissalam gedir, bir yolla qadından o məktubu alır, qaydanda əleyhissalam özü danışır. Deyir, o vaxtdan həsəd onun ürəyinə düşdü, mənlə bağlı həsəd düşdü. O həsədi saxladı, bir bəhanə tapdı, üzə çıxdı həsəd. Adamların sözlərinə çox fikir verməyin. Mən filan kəsin xəttini bəyənmirəm. Mən filan kəsin yolunu bəyənmirəm. Bu sözlərə çox fikir verməyin. Bəhanə dansı. Çox hallarda bəhanədir. Nədənsə kin düşüb ürəyinə, fəlsəfə açıb özündən. Xətmət məsələsi deyil, heç xəttdən zaddan başı çıxan adam deyil bu. Mən görmüşəm, o ruhaninin mən xəttini bəyənmirəm, bu ruhaninin özüm çox tanıyıram belə adamları. Xət hayında deyilsən, bir hadisə olub, ürəyivə düşüb həsəd, indi bəhanə gətirsən, xət söhbət edirsən, nəmlə söhbət edirsən. Çox hallarda belədir, mən gördüyüm əsasında sizə deyirəm. Bir nəfərə cəmaat hörmət edir, bu narahat olur. Narahat olub başlayır ki, özündən fəlsəfə çıxartmaq. Onun xətti belə, bunun xətti belə. Sən narahat olmuşsan ki, sən həzm eləyə bilmirsən ki, adamlar birinə hörmət eləsinlər. Bir ruhanini hörmətli görür, ona ürəyində həsəd yaranır. Deyə bilməz axı, mən paxıllıq eləyirəm. Özündən fəlsəfə çıxardır. Güya bu məsələ heç onu maraqlandırmır, kim nə xəttədir. O öz canının hayındadır, öz keyfindədir. Oturub danışanda ağıllı xəttdən, istiqamətdən danışır. Sizdən çox xahiş edirəm, diqqətli olun və hamınız özünüzə baxın, özünüzə. Ən böyük bəla budur ki, eşitmişsiniz də bunu alim danışır, deyir ki, mən bir dəlidən bir şey öyrəndim. Bunu keçmişdə sizə demişəm. Deyir, dəlidən öyrəndim. Deyir, nə öyrəndin? Deyir ki, bir dəli girdi məscidə, hamını söydü, heç kəs tərpənmədi. Deyir, sonra birdən bir sözünə, deyir, filan kəs səynənəm, deyəndə deyir, bunlarda reaksiya yarandı. Gördüm ki, hücum elədilər onun üstünə. Bundan sonra başa düşdüm ki, moizədə də ümumi danışanda təsirli olmur, gərək xüsusi deyəsən. Və indi biz də xüsusi deyə bilmirik axı. Necə deyək ki, səninlənəm filan kəs. Onu deyə bilmirik, çünki özümüzün səlahiyyətimiz çatmır bunu eləməyə. Ona görə hər biriniz özünüzə qəbul edin sözü. Xütbədə, moizədə özünüzə qəbul edin ki, mən deməyin ki, adamlar var belə, deyir, nə döşədim bunlara. Deyir, bunun üçün danışırdım bir saat, riyadan. Görürəm, riyakardır, riyadan danışırdım, danışdım, deyib tutardım. Gəldi mənə deyib, bir dənə söz dedi ki, od vurdu ürəyimə. Dedi ki, nə döşədim bunlara. Da bilmir ki, səhərdən danışdığımı bunun üçün danışırdım. İndi bəzi elə simalar var ki, deyir, məsələn, belə nə pis adamlar deyir bunlar. Özüvə bax, özüvə. Gör, səndə bunlardan əsər əlamət varsa, diqqətli ol bu məsələ haqqında. Zarafat məsələ deyil. Allah qəlbimizin dərinində də həsədə yer verməsin. Belə bir şeylərə başımız, ona niyə diqqət olundu, mənə niyə nə oldu, bu şeylərə çox özümüzü aludə eləməyək, hamımıza aiddir bu və ilk növbədə alimlərə aiddir. Allah xüsusilə alimləri qorusun bu xislətdən və Allah bizə o alimləri tanıttırsın ki, onlarda bu xislət yoxdur, bu xüsusiyyət yoxdur. Bu çox mühüm məsələdir. İctimai münasibətlərdə çox önəmlidir bu xislətin rolu. Davalara baxmayın, müxtəlif adlar qoyurlar. Davaların çoxunun səbəbi həsəddir. Hansısa konsepsiyalar yaradıb danışırlar. Davaların əksəriyyəti həsəd səbəbindəndir. Həsədin nəticəsidir. İndi gəlirəm bir hədisin üstünə ki, bununla da sözümü tamamlayacağım yavaş-yavaş. Bu hədisi saxlamışdım axıra. Sadiq əleyhissalamdan soruşdular ki, həsəd nədir? Buyurdu ki, ləhmun və dəmun, ət və qanıdır adamların. Cəmaatın ətinə, qanına qarışıb. Amanda deyil, heç kəs. Təxminən bu mənadır ki, heç kəs amanda deyil. Hamıda var. Mən təəccüblənmişdim, müttəqilər haqqında əleyhissalam danışır, təqvalılar, nələr danışır. Deyir, həsədləri o qədər azdır, elə bilərsən, yoxdur. Mən hələ də başa düşürəm.
Bir hansı ali dərəcəli adamlardan danışır. Deyir ki, həsəd nədir? Buyurur ki, ləhmun və dəmun, ət və qanıdır insanların. Yəduru finnas, cəmaatın, insanların demək olar ki, hamısında var bu xüsusiyyət. İzəntəha iləyna yəbisə. Deyir, amma bizə gəlib çatanda, biz əhl-i beytə gəlib çatanda bu xüsusiyyət yoxa çıxır. Bu, ancaq biz amandayıq bundan. Ancaq biz amandayıq. Çıxış yolu nədir? Çıxış yolu budur. Bitişəsən əhl-i beytlə, bütövləşəsən əhl-i beytlə ki, onlarda ki bu yoxdur, sən də onlar kimi olasan. Yeganə çıxış yolu budur. Qovuşasan onlara. Nəcasət necə təmizlənir? Kür suyla, kür. Kür suya deyirlər ki, qəlil suda kürrə vəsl olsa, bitişsə kür olur, paklanır. Bu fikri hökmdə, ehkamdır. O pak adamlara bitişməklə ancaq bundan amanda qalarsan. Yoxsa deyir, hamıda var bu. Çıxış yolu budur ki, əhl-i beytdən yapışaq onlar kimi olana qədər. Onların məqamında yox, onlar kimi. Onlara oxşayana qədər. Bitişək də bütövləşək onlarla. Əhl-i beytlə belə münasibət qurmayaq ki, hacətimizi aldıq, sağ olun, getdim. Belə münasibətdə olmayaq. Pişik necədir? Pişik deyirlər belədir. Pişik gəlir səndən nəsə istəyir. Verdin, doydusa götürüb qaçır gedir. Pişik kimi getməyək böyüklərin qapısına. Qapısından əl çəkməyək, özlərini istəyək, öz yanlarında qalaq. Özləri kimi olaq. Əl çəkməyək ki, mən bu xislətlərdən ancaq onda azad olaram ki, səninlə bütövləşim, səndən yapışım, səninlə tam olum, bir tam, bütöv. Bu halda amanda qalar. Allahümmə rzuqni şəfaətəl Hüseyn. Aşura ziyarətin naxırıdır. Yevməl vurud və səbbitli qədəmə sidqin indəkə mə'al Hüseyn və əshabil Hüseyn. Duanı oxudum. Axırıncı səcdəyə gedirəm. Həmd eləyəndən sonra deyirəm, ilahi, mənə Hüseynin şəfaətin nəsib elə. Ondan sonra deyirəm ki, mənim qədəmlərimi öz yanında Hüseynlə birgə mə'al Hüseyn. Bu mə'al Hüseyn mühüm məsələdir. Hüseynlə birgə qalın. Dualarımızın başı, əsası bu olmalıdır. Məhərrəmin axırına gəlib çatırıq. Səfərin artıq ərbəyinə yaxınlaşırıq. Məhərrəmin son günlərində bunu istəyin ki, daim mən Hüseynin yanında qalım, Hüseynlə qalım. Ziyarətlərə gedəndə Kərbəlada bunu dua eləyin, bunu istəyin. Əl çəkməyin, istəyin verəcəklər. Bir alim danışırdı ki, dostum yuxu gördü. Gördü ki, əqrəb öldürür. Əqrəb buna hücum eləyəndə öldürür. Getdi, dedim, bunu bir təbir eləyən adam var, ariflərdən filandan, Məşəddə. Getdi bir arifin yanına, dedi ki, belə təbir eləyərəm yuxuvu ki, yəqin ki, səndə bir pis xislət olub, onunla mübarizə aparmısan və qələbə çalmısan ona. Düzdür, dedi, da cavab vermədi. Çıxdıq dostu deyir, o da ruhanidir. Deyir, yolda soruşdum ki, nə xislətdir sən Allah denən mənə. Dostlar da səmimidirlər. Deyir ki, mən ruhaninin həsədindən danışaq da, deyir, bir başqa ruhani bir kitab yazdı. Kitabını görəndə deyir, ot tutub yandım paxıllıqdan. Ot tutub yandım. Ot tutub yananda deyir, getdim İmam Rızanın qapısına. Bir aydır İmam Rızaya yalvarıram ki, bu çirkinliyi, bu rəzilliyi ürəyimdən çıxart. Mən bununla yaşamaq istəmirəm. Adam da adama paxıllıq eləyər. Bir aydır deyir, hərəmə gedirəm. İndi deyir, axır əl çəkmədi İmam Rızadan. Mübarizə aparmadı, yapışdı, dedi ki, bunu çıxart ürəyimdən. O da Allahdan istədi, Allah da çıxartdı. Ondan sonra deyir, 1 il sonra, 2 il sonra gördüm. Deyir, dedim, əsər əlamət var. Dedi, yox, heç bir əsər əlamət yoxdur. Deyir, bir qonşum maşın alanda onun özündən çox mən sevindirəm. Deyirəm, bir qonaqlıq vereyim, bir şirniyyat paylayayım cəmaata ki, anası necə sevinər, deyir onun. Bax, elə sevinirəm cəmaatın uğuruna. Belə yaşamaq xoşdur da, ləzzətlidir belə yaşamaq. Sadiq əleyhissalam buyurur ki, bu bizdə təkcə yoxdur. Bizdən yapışsanız, bunu mən deyirəm onun adından, cəsarətlə deyirəm, bizdən yapışsanız, siz də bizim kimi olarsınız. Yoxsa adamın evini yıxacaq bu xüsusiyyət. Deyir, bu cənnət əhlidir. Peyğəmbər hər adama deməz ki, cənnət əhlidir. Gözləyirlər, kim gələcək, bir qoca kişi. Yəni, qarantiyası var, cənnətin qarantiyasını Peyğəmbər buna verdi.
Abdullah ibn Əmras da ki, neçə il ibadət eləyir, namaz qılır, oruç tutur. Peyğəmbər deyir, az oruç tut. Peyğəmbəri də vurub keçib oruçda, namazda. Biraz az oruç tut. Bu qədər tut, deyir, yox, mən hər gün tutacağam filan. Axır güclə bunu dilə gətirir Peyğəmbər ki, biraz az oruç tut, biraz az Quran oxu, yorarsan özünü. Tutumuğa uyğun, güclə, bəla ilə buna orucunu da azaldılar, müstəhəb orucundan söhbət gedir. Əmrasın oğludur, qəribə də ziddiyyətli adamdır. Atası Əmras deyir ki, Muaviyə ilə Əlinin arasında qalmışam. Deyir, dünya istəyirsən, get Muaviyyə tərəf, axirət istəyirsənsə Əliyə tərəf. Neçə dəfə haqq söz danışıb. Bu deyir, yo, mən bu işin dərininə gedəcəm ki, niyə Peyğəmbər buna dedi ki, bu cənnət əhlidir. Çox uzatmıram, gəlir deyir, yalandan o kişiyə deyir ki, 3 gün demir. Deyir, sizdə qalmaq istəyirəm, atamla dava eləmişəm, çıxmışam evdən. Deyir, gəl qal. Deyir, bu bütün günü gecə yatmır, buna göz qoyur. Özü durur gecə namazına bu Abdullah. O kişi yatıb, durur sübh namazını qılır, gedir. Baxır ki, nə Quran oxumağı xüsusi, belə bir Quran oxumağı yox. Nə xüsusi bir ibadəti, zikri yox. Axır bu əsəbləşir, deyir, axı, Peyğəmbər nəyvə deyib ki, sən cənnət əhlisən? Mən dava zad eləməmişəm, gəldim görüm nə səbəbdən sən cənnət əhlisən. Dedi, vallahi mənim bir xüsusi bir əməlim yoxdur. Özümün də ağlıma gəlmir, niyə? Peyğəmbərin lütfüdür, yox, deyir, lütfü bildi, nəsə bir səbəb olmalıdır. Bir bax gör nədir? Deyir, bu ümidsiz olub gedəndə, deyir, deyən bəlkə budur. Məndə deyir, bir xüsusiyyət var ki, kimdəsə bir neymət görəndə, məndə olmayan bir neyməti narahat olmuram. Deyir, barmağın çiçi. Deyir, baba, həmin şeydir ki, məndə yoxdur. Namaz, oruc filan, görsən, dərman eləyə bilmir. Namaz, oruc hamısı bunun üçündür ki, buna dərman eləsin. Buna əlac eləsin. Və ən gözəl yolu vilayətdir. Biz hamımız həsədlə imtihan olunacaq. İmam Zamana bu xislətlə düşmən olacaq. Bəlkə də Allah eləməsin bizdən uzaq bir fəlsəfə uyduracaq ki, İmam Zaman filan şey, o imam deyil, filan deyil. Hamısının kökü həsəddir. Həsəd süqutun əsas səbəbidir. Xüsusilə mənəvi həsəd. Bunu dua edin ki, Allah ürəyimizdən çıxartsın. Bir dənə sizə bir söz deyim, özünüzü imtihan edin. İmam Zaman ağa gəldi bura. Sənin dostun neçə ildir dostsan, onunla bir yerdə məscidə gedirsən, gəlirsən. İmam Zaman gəldi, sənə etina eləmədi. Ona dedi ki, sən mənim əzizimsən. Sən mənim ürəyimin parçasısan. Sən mənim gözlərimin nurusan. Yanındakına dedi. Sənə heç baxmadı. Özü imtihan elə gör, hansı istəri keçirdirsən. Əgər desən ki, mən də sənin bugündən nökərinəm ki, İmam Zamanın yanında belə əzizsən, əhsən sənə, bərəkallah, onda şükür Allaha ki, bir şeyə çatmısan. 2 nəfər, biri bu məscidin axundudur, biri o məscidin. İmam Zaman əleyhissalam gəldi, birinə dəyər verdi, o birinin qapısına getmədi, mənim kimlərə aiddir bu. Hansı hissi keçirdəcək? Bunlar imtihanlardır insan üçün. Bu cürlə soruşun özünüzdən. Kim mənə heç gözünün ucu ilə baxmadı, yanımdakına dedi ki, gəl otur, sən mənim əziz adamımsan, ürəyimin parçasısan. Və bu bəzən gizlidir, özümüzdən xəbərsizdir, içimizdə qalır. Qalır və illər uzunu gizlin inkişaf eləyir. Adam özü də bilmir. Əleyhissalam Muaviyyəyə məktub yazır, deyir ki, sən paxıllıq səbəbindən bu günə qaldın. Siz Bəni Haşimin üstünlüyünü qəbul etmək istəmirsiniz. Bəni Haşimin üstünlüyünü qəbul eləmək istəmirsiniz. Şeytandan danışır, Qabildən, Habildən, Həzrət Əlinin məktubu var Muaviyyəyə. Bilirsiniz nə cavab yazır Əleyhissalama? Eyni şeyi Həzrət Əliyə deyir. Deyir, səndə həsəd var ya Əli, Əleyhissalama deyir. Deyir, Fələq surəsi oxu. Min şərri hasidin izə həsəd denən, həsud adamın, paxıl adamın şərrindən Allaha pənah aparıram. Nəuzubillah, dilim lal olsun. Əleyhissalam deyir ki, özündən Allaha pənah apar. Sən, estağfurullah, deyir, həsud adamsan, paxıl adamsan. Yadınızdadır bir misal dedim, Əli ilə niyə düşmən idilər onlar? Yadınızdadır, Məhərrəm söhbətlərində bir misal dedim. Görürsən, bir sinifdə neçə dənə əlaçı var, yaxşı qiymətlər alırlar. Birdən başqa məktəbdən bir uşaq gəlir o sinifə, hamını vurub keçir oxumaqla. Nə olur? O uşaq yaxşıların abrını apar. 2 alana fərqi yoxdur. 2 alana fərqi yox. Bu 5 alanların davası başlayır ondan ki, bu gələnəcən biz idik qabaqdan. O 5 alanların, ona görə deyirəm, mənəvi həsəd yaxşıların içində olur.
Əli əleyhissalam heç nə eləmirdi, onlara öz yaxşılığı ilə yaxşılığa iddialı olan adamların abırını aparırdı. Heç nə eləmirdi, abırları gedirdilər. Əli əleyhissalam o qədər fədakarlıq edirdi, bunların necə deyim, əlboş olmağı üzə çıxırdı, bunlar bunu həzm eləyə bilmirdilər, qıcıqlanırdılar. Axir zamanda da İmam Zamana münasibətdə belə olacaq. Bu kin inanın Kərbəlada zuhur elədi. Əli Əkbəri neçə səbəbdən öldürdülər, biri də buydu ki, adı Əli idi. İmam Hüseyin qorxusundan demirdi, mən Əlinin oğluyam. Hey, deyirdi, mən Fatimənin oğluyam. Çünki istəyirək onlara kömək eləsin, dayı da qızışdırmaq istəmirdi, Habil kimi. Deyirdi, mən Fatimə, Əlinin adını çəkmə. Neynəmişdi Əli əleyhissalamları? Heç nə, yaxşı idi özü üçün. Yaxşını görən gözləri yoxdurlar. İbn Ziyadın sarayına daxil olanda dedi, adın nədir İmam Səccaddan soruşdu, dedi Əli. Dedi, Allah Əlini öldürmədi. Əli Əkbəri nəzərdə tutur. Dedi, mənim qardaşımın da adı Əli idi. Allahın düşmənləri onu öldürdü. Dedi, nə qədər Əli. İmam Hüseyin əleyhissalam bir Mərvana demişdi ki, atam o qədər, İmam Hüseyin əleyhissalam özü demişdi ki, mən o qədər atamı sevirəm ki, 100 oğlum olsa da hamısının adını Əli qoyaram, Əlinin adını qoyaram. Sözümü bitirirəm. Bir gün gələcək, imam gələcək, qüdrət taxtında olacaq. İmam Zamana dəyər vermək, İmam Hüseynə dəyər verməkdən daha çətindir. Bilirsiniz, niyə? Məzluma dəyər vermək asandır. Adamlar var, xoş deyib, biri məzlum olsun, ona dəyər versin. Elə ki, bir ruhanini, bir mənəviyyat adamını, bir qüdrətdə görəndə başlayır paxıllıq eləməyə. O ki, qala İmam Zaman ola. Deyəcək, bunun ata-babaları hamısı tikə-tikə olub, doğranıb. Bəzi adamlar var, xoş deyir, doğranan imamı ağlasın bir ömür. İmamı öldürüb ağlasınlar. Öldürsünlər, bu da otursun, onu ağlasın. İmam gəlib qüdrət sahibi olur. Bəzi adamlar var ki, İmam Hüseynə olmayan həsədi İmam Zamana başlayır zuhur eləməyə, üzə çıxmağa. Qısası, Allah bizi bu xislətdən amanda saxlasın inşallah. Gözəl Allahımız hamımıza dövrün imamını tanımağı, onu xatırlamağı, beləcə əsl müsəlman kimi yaşamağı nəsib etsin. Dəyərli izləyicilər, gələn görüşə qədər Allah amanında. إلهي عظم البلاء وبرح الخفاء وانكشف الغطاء وانقطع الرجاء أضاقت الأرض ومنعت السماء وأنت المستعان وإليك المشتكى وعليك المعول في الشدة والرخاء اللهم صل على محمد وآل محمد أولي الأمر الذين فرضت علينا طاعتهم وعرفتنا بذلك منزلتهم ففرج عنا بحقه
فرجا عاجلا قريبا كلمح البصر أو هو أقرب يا محمد يا علي يا علي يا محمد اكفياني فإنكما كافيان وانصراني فإنكما ناصران يا مولانا يا صاحب الزمان الغوث 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 أدركني 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 الساعة 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 العجب 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 يا أرحم الراحمين بحق محمد وآله الطاهرين